eləyəcək. Deməli, sual 1. X 2 olduqda aşağıdakı alqoritm icrasından sonra y-in qiyməti nəyə bərabərdir? Bax, bu tip suallar iki cürdür. Bunlar sizi çaşdırmasın. Biri var deyir ki, verilmiş alqoritmin hesablanması zamanı daha doğrusu neçə şərt blokundan istifadə olunur. Orada özü deyir, şərt blokunun sayını tapın. Orada hesablayın, qiymətini tapın demir. Amma burada deyir ki, y-in qiymətini tapın. X neçədir? 2. Bu halda siz gəlib sağ tərəfdə yoxlama aparırsınız. Bax görürsənmi? X birdən kiçik idi. Yox. Bu səhvdir. Atdız getdi. X 3-dən böyükdür. Yox. Bunu da atdız getdi. Burada X yerləşir 3 ilə 2 arasında. O zaman biz bax bunu hesablamalıyıq. Yəni hansı doğrudursa, onun sol tərəfindəki hesablanır. X-in kvadratı plus 5. X 2-dir. Onun kvadratı plus 5. Doğru variant olur Y variantı. Dəqiq. Da link atım o biri grup yattan sıkılmış. Aha, sonra. İkinci sual. Buna ne yazmışsınız? Funksiyasının hesablanması hansı struktur növə aiddir? Yazan var içini. Xətti. Məxrəci sıfırdan fərqli eləmək lazımdır. Bəli, baxın. Fərqlidir. 1 bölünsün x üstü 4 plus 4 funksiyası hesablanması alqoritmin hansı strukturudur? Baxın, əgər kəsir hesablamalarında, kəsirlərdə məxrəc sıfır ola bilirsə, yəni məxrəci sıfır eləyə bilirsinizsə, bu budaqlanandır. Amma məxrəci sıfır eləyə bilmirsinizsə, bu xəttidir. Bax, burada istəsəm də məxrəci sıfır eləyə bilmərəm. Çünki x-a nə versəm, gəlib müsbət alacaq. Üzərinə də 4 gəlsəm, eləyəcək elə 4. Yəni, bu da müsbətə gedir. O zaman cavab olur xətti. Ümumiyyətlə, alqoritmin xətti ardıcıl və şəbəkə adında növü yoxdur. Xətti dövrü budaqlanan növü. Üçüncü sual. Müəllim, Aşağıdakı bir şey alqoritm... soruşa bilərəm. Buyur. Burada kök altında olmasaydı, x üstəgəlik 4 olsaydı, onda dövrü olacaqdı. Yo, dövrü olanda Budaq- mütləq şəkildə aralıq verir. Hə, budaqlanan olacaq onda. Yəni sıfıra çevirə bilərik də, x-ə məsəl üçün mənfi 4 verə bilərik, sıfır eləyə Verirsən, yenə bilərik. müsbət eləyəcək. Bax, Niyə? burada kök altı oldu, olmadı. Fərqi yoxdur. Hər iki halda xəttidir. Niyə? Çünki x üstü 4 mənfi ala bilər ki, Yox, mən elə demədim. X üstü Üstü 4 tək yox, olarsa x üstəgəlik mənfi 4. Elə. sadəcə üstü qıraqda x üstü 4. Ya, x üstə gələk 4. X üstəgəlik 4, bəli. Hə, o cür budaqlanır. Bəli, çünki x-a Budaqlanır. mənfi 4 versən, uca məxrəc 0 olur. Bəli, tamam. Onda budaqlanır da, ay sağ ol. Sonra 3. Biz dərsi yazırıq, görəsən. Yazırıq, ha. Bəli, yazır. Hə, mənim qeyd olunur. Bəli, x 2-dir, y 9-dur. Sonra x qoşa nöqtə y o deməkdir ki, x qoşa nöqtə var qabağında görsən, y-in qiymətin əlindən alır. Yəni x neçə olur? 9. Y də 9 da, amma x də 9 olur. O zaman bax, x bərabər 9, avtomatik x-in əvvəlki qiyməti gedir. Sonra y də x olur. İndi x neçədir? 9. Y də x olur. 9. Onu cavab edir 9, 9. B variantı. 4. 27 A-dır, 36 B-dir. Bax, burada soruşur. A B-yə bərabərdirmi? Hə. Yox, daha doğrusu yox. A B-dən böyükdürmü? Yox. O zaman B-dən A-nı çıxırıq. 36-dan 27 çıxırıq. Cavab qalır 9. B-nin təzə qiyməti oldu 9. Əvvəlki qiyməti sildik. Buradan düşürük aşağı, təzədən dövr edirik yuxarı. Yenə soruşur. A B-yə bərabərdir? Yox. A 27, B 9. Onda A B-dən böyükdür? Hə. O zaman bu dəfə A-dan B-ni çıxırıq. 27-dən 9 çıxırıq. Qalır 18. Deməli, A da dəyişdi.
Qalxıram yuxarı. A B-yə bərabərdir? Yox. Biri 18-dir, biri 9-dur. Yoxa gedirəm. A B-dən böyükdür. Hə, 18 9-dan böyükdür. O zaman 18-dən yenə 9 çıxır. A-dan B çıxır. Bu da oldu 9. İndi qalxıram yuxarı. A B-yə bərabərdir. Hə, o zaman ikisinin də qiyməti 9-dur zaten. A-nı da çap eləsək cavab 9 olur. Bax, 5 tipli suallar necədir? Sənə deyir ki, apar bu ədədi qoy bura hesabla. Sizcə bu nədir? Xətti budaqlanan dövrü. Xətti. Xəttidir. Ay sağ olun. Bəli, çünki bu xətti alqoritm sanki harda asan iş varsa bu xəttidir. Budaqlanan alqoritmdə sanki biz biraz dolaşığa, biraz nə bilim tiklər demiş, ikiləmə, yol ayrıcında qalırıq. Bu sadəcə deyir ki, qardaş, bax bunu götür, apar qoy bura, yəni 3 vurulsun 0,5-in kvadratı 0,25 üstə gəlinsin 5 hesabla. Oldu xətti. Cavab A variantı. Amma fikir verin. Salam salam. Baxın, fikir verin. Məsəl üçün, əgər tutaq ki, sənə desə ki, x bölünsün x çıxılsın 5. Buna da mən xətti deyə bilərəm. Budaqlanan. Bəli, bu budaqlanandır. Budaqlanan. Deyə bilmirəm axı x-in hər hansı bir qiymətində bunu rahat hesablaya bilərəm. Adicə x 5 olan kimi qalır 5 bölünsün 0. Biz deyə bilərikmi bütün kəsr olmayan hesablamalar xəttidir. Yəni bu cür Yox. 5 kimi. Xeyr. Yox, deyə bilərik əslində. Deyə bilərik. Məsəl üçün Çünki 3x kvadratı üstə gəlinsin 4x üstə gəlinsin 5. Bunu hesablamaq x-in hər hansısa bir qiymətindən mənfi sonsuzluqdan müsbət sonsuzluğa qədər nəsə bir problem yaranacaq burada. Bax bunu hesablamaq. Yox. xeyr, Onda bütün bütün ədədlər. bəli, onda bütün bu cür verilmiş hesablamalar, ifadələr olur xətti. Yaxşı, deyə bilərəmmi ki, bütün kəsrlər budaqlanandır? Xeyr. Onu da Yox, deyə yox. bilərəm. Ay sağ ol. Məxrəcli ədəd ola bilər, bölünər birdən. Bəli, bu Tam məsəl ədəd. üçün bu budaqlanandı, x bölünsün x çıxılsın 5. Amma x bölünsün x kvadratı üstə gəlinsin 5 budaqlanan deyil. Niyə O kəsr zaman budaqlanan oldu? Məsələn, x bölünsün x minus 5-i budaqlanan götürdük. Onu anlamadım müəllim. çünki Gülşən orada x bölünsün x çıxılsın 5 ona görə budaqlanandı ki, x-in 5 qiymətində bunu məxrəcə eləyir 0. 5 bölünsün 5 çıxılsın 5. Hı. Budaqlanma bilsən nədir? Sanki bütün ədədləri yoxlaya gəlirsən, 5-ə çatanda 5-i almamaq üçün yolunu dəyişirsən o tərəf bu tərəfə. Bildin? Hə, bildim müəllim. Təşəkkürlər. Bəli, məxrəci sıfıra çevirən ədəd varsa, bu olur budaqlanan. Yox, məxrəci sıfıra çevirmək üçün bir ədəd tapmırsınızsa, bu olur xətt. İngilis dildə var indi. Hə, Aytan müəllimə dərsi var deyəsiniz. Məsələnin Hə, həll hə, alqoritmi. Üstə düşür. Hə, bir yoda nə var? Müəllim, mən də elə ingilis dilindəydim. Birdən gördüm ki, link atmışsınız. Hə. Arada toqquşur. Arada deyilir, ya bu intensiv dərslərdə onsuz toqquşur. Məsələnin həll alqoritminin kompüterin başa düşəcəyi şəkildə yazılışı nə var? Ümumiyyətlə, kompüterin yox, kompüterin başa düşdüyü dil proqram dilidir. Ümumiyyətlə, proqram Bəli, dediyimiz anlayış elə kompüter üçündür də. Nə yazmışsınız buna? B yazmışam Mən mən algoritm kompüter yazmışdım. proqramı. Burada bəli A-da bir adamı çaşdırır, amma cavab B variantı. Proqram dili. Kompüterin başa düşdüyü dilə proqram dili deyilir. Əslində Amma mən alqoritmin kompüterdən başa başqa... Hə, buyur. Buyurun, buyurun. Hə, deyil. Kompüter səsindən tutmaq olardı, yəni kompüter O da ola proqramla bilər. Əslində burada proqram olmalıdır. Kompüter proqramı yox. Proqram olmalı. Axşamınız xeyir müəllimlərim. Nə olar zəhmət olmasa bir də deyərdiniz də cavabları 1, 2, 3, 4-ü. Gec Hə, qoşuldum yaxşı. üzrünü bilən. Bir də Y-dir, Aha, 2-də D, aha, düzdür. 3-də B, Aha, 4-də D, E, O, C, aha, 5-də A. aha, düzdür hamısı. Çox sağ Hə, olun. buyurun.
Sonra 7 mənimsətmə operatorunu bir daha göstərirəm. Mənimsətmə operatoru qoşa nöqtədir. Məsəl üçün yazır A qoşa nöqtə bərabərdir B. Tutaq ki, A-nın qiymətini 7 verib, B-nin qiymətini 8 verib. Sizcə, məsəl üçün, A sadə bərabərdir B-də. Biz deyə bilərik A B-nin qiymətini götürür, yoxsa B A-nın? Yox. Amma A Deyə bilmərik. qoşa nöqtə B olanda, bu qoşa nöqtə kimin tərəfindədirsə, üstünlük də ondadır. Yəni A bərabərdir B-də artıq A B-nin qiymətini özünə götürür. Yəni A olur 8. B-nin qiyməti dəyişmir ha. B olduğu kimi qalır. Amma birində sanki bir kopyasında A-ya verir. İkisi də olur 8, 8. Deməli, mənimsətmə operatoru nəyi dəyişirmiş? Dəyişənin qiymətini. Qiymət. Bəli. 25 ədəd arasında ən böyük ədədin tapılması nə yazmışsınız? Dövrü. Dövrü. Dövrüdür. Dövrü. Baxın, bir daha xatırladıram. İki ədədin, məsəl üçün A və B ədədinin toplanması xəttidir. İki ədədin bir-birinə vurulması xəttidir. Xətti. İki ədədin müqayisə olunması budaqlanandır. 3 və daha artıq nə iş görürsünüzsə, düşünmədən, bax, bunların üçünə də aiddir. 3 və daha artıq nə iş görürsünüzsə, cavab nədir? Dövrü. Bəli, Dövrü. 25 ədəddə təbii ki, keçib buranı, o zaman o da dövr olur. Sonra tələbə həftəsi, baxın, əgər tələbə həftəsi alt üst yox, tələbə Alt həftəsi sadə cədvəl formasındadırsa, bu Dövrü. dövrüdür. Çünki hər həftə tələbələr dərsə gedib gəlir. Amma tələbə həftəsi alt və üst həftədən ibarətdirsə, Budaqlanan. 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 Çünki orada bir şərt var. Sanki tələbə durur cədvəlinə baxır. Əgər bu gün alt həftədirsə, mən dərsə gedəcəm, filan dərsə getməliyəm. Üst həftədirsə, filan dərsə. Görürsən, bir seçim qarşısında qalır. O zaman cavab olur budaqlanan. 10-cu tip suallar. Baxın, çox önəmlidir. Bunu bir daha izah edirəm. Hər dəfə mən bunu izah edəndə nəsə problemlər ortaya çıxır. Nə tapmısınız cavab? Yoxsa tapmamısınız? Burada həmişə sondan başlayırdıq, gedirdik də. Bəli. Burada C variantı. Ondan başladım amma gedə bilmədim. Bax, deyirəm də, hər dəfə burada nəsə bir problem olur. Əslində elə çətin sual. Bax, bunun asan yolu belədir. Fərqi yoxdur. Bunu belə versə də siz bunu götürün. Alt-balt yazın. Bax, ərinmədən yazırıq. Baxın, yazırıq. Y bərabərdir x plus 5. X bərabərdir y minus 5. Sonra x bərabərdir x plus y. Yerinə yetirilməsi nəticəsində x 15 alıbsa, deyirik ki, bu ən sonuncu x-dir. Baxın bu. Bunu silirəm. Yerinə yazıram 15. Daha sonra buradan qalxıram yuxarı. Bax, bura. Bu x-i buradan götürüb, gətirib qoyuram bura. Sanki x hara getsə, yerinə nə yaza bilərik onun? Y minus 5. Y X minus 5. özü y minus 5-ə bərabərdir. Yəni x olmasa, ondan geriyə qalan y minus 5-dir. Onu da gətirib, bax, bura yazıram. Bax, bura. Yazıram y minus 5. Bura yazdım. Bir dənə qaldı. Plus y. Bərabərdir 15. 15. Adi tənlik kimi. 2y bərabərdir 20. Y bərabərdir 10. Sonra mən y-i tapdım. Bir dənə də yuxarı qalxıram. Y-i 10 tapmışam axı. Bərabər edirəm 10-a. Heçsə x plus 5 10-dursa, x da 5-dir. Aydındır? Yəni. Belə. Sonra if funksiyası necə işləyir? Şərtdir də orada. Əgər şərtdir də Hansı Bəli. uyğun gəlirsə alır. Hansı Seçim uyğun gəlirsə onu götürürük. götürürük. Bəli. Baxın, x1, y8. Əgər if deməkdir. Əgər bizim müqayisəmiz hə cavabını alırsa, o zaman biz onda birincini hesablayırıq. Yox, bu yox cavabını alırsa, əks haldanı hesablayırıq. Yəni ikincini. X, Bir də Y-dən hə kiçik. cavabını alır. X, Y-dən kiçikdirmi? Hə. O Bəli. zaman bəli, da ikinciyə baxma ehtiyac yoxdur. Birincini Yeddi. hesablayırıq. 5 çıxar Y. Yəni 5 çıxılsın 8 edir -3. -3 üstə 10.
7. 7. 7. Bəli, 7, x-in 8 qiyməti C oldu variantı. 7. Amma y-in qiyməti dəyişmədi. Y Dəyişib oldu qalır. 8. Bəli, cavab olur. Sonra, bax həmişə nəyə diqqət edin? Tutaq ki, cavab variantları x bərabərdir 3, y bərabərdir 5 şəklində yazılmayıb. Siz nə biləcəksiniz ki, 7 8-dir? Bəlkə cavab 8 7-dir. X, Y deyir axı. Qabağında X yazılıb axı. X yazılıbsa, nə tapmışıqsa onun cavabıdır. Hə, Yox, də Nə burada yazıbsa? yazılıb. X və X və Y-i Y. soruşursa, yox, mən Y deyirəm və ki, X cavab sorursaydı, variantlarında elə bilin ki, x və y bərabərdir 3 verməyib və yaxud 7 8 vermir. Sadəcə Hə, belə düzdür. verir. şərtə baxırıq da. O zaman bəli şərtə Y. baxsın. Birinci x və sonra y deyir. Yəni cavab olacaqdı 7 8. Sonra yenə də bu sual təkrardır, yoxsa nədir bu? Hə, şərt blokundan neçə dəfə istifadə edirik? Yəni gəlib bunu neçə dəfə yoxlayacağıq? Ha bunu. Bayaq yoxlamışdıq da əslində onu biz yadımızdan çıxartdıq. Neçə dəfə yoxladıq? deyəsən müəllim. Hə? 3 idi Üç səhv olmalı. olmalıydı. Gəlsən hə 3 dəfə yoxladıq. Çünki burada baxın 27 36-dır. Bir dəfə yoxlayıram. 27 36-ya bərabərdir? Yox. Sonra o azalıb olur 18 9 olur 18 olur. Bir dəfə yoxladım. Sonra 18 nə azalır? Sonra 18 Yenə olur 9, 9 9 bərabər 9 olur olur. 9-a. 3 3 dəfə dəfə olur. yoxlayırız, bəli. Sadəcə şərt blokunu yoxlayın deyəndə bunun içinə neçə dəfə daxil olursa onu yoxlayırsınız. 13. Yenə yerinə yetirməsi nəticəsində x 55 alır. Belə bunu burada da yazacağam. Bax, buradan x-i silirəm. Bərabər edirəm 55-ə. Sonra bu y-in əvəzinə nə yaza bilərəm? X minus 5. X 5. Bəli, bu aşağıda yazıram. X üzərinə gəlinsin. Y-in yerinə duran. X minus 5. O da bərabərdir 55. O zaman 2x bərabərdir 60. X bərabərdir 30. Təzədən bu 30-da gətirib yuxarıda yerinə qoyuram. Yəni x-in yerinə. 8 bərabərdir 30-a. 30 çıxaq 18, 12, 12 bilək 2, 6. 6. 14. Artıq bax bu suallar rahat tapmalısınız o dəqiqə. Şifahidir. Məxrəc nəydən qorxur həmişə? A bölünsün B-dəki sıfırdan. B, Sıfırdan bəli, sıfır qorxur. olmaqdan qorxur. Burada da x-ə nə versəm sıfır olur. 3. 3, bəli. Kök altı sizi qorxutmasın. Kök altı sıfırdan nə çıxır elə? Sıfır çıxmır. O zaman bəli, bu budaqlanandır. Cavab olur C variantı. Bəs kök altda x plus 3 olsa, Xətti. Mənfi olacaq. Yo, onda da budaqlanan. Mənfi X-in üç mənfi olmalı. qiyməti. bəlkə Mənfi mənfi qiymət üç ola verəcəm. bilər. Bəli, budaqlanandır. Mənfi soru. X kvadratı plus 3 olsa, Onda həmişə xətti Bunda olacaq. xəttidir. Xətti olacaq. bəli, oje xəttidir. Yenə burada eyni şeydir. Budaqlanan. Yenə budaqlanan. Budaqlanan. Çünki sıfır ala bilər. Hansı alqoritm xassəsi deyil? Alqoritmin müəyyənlik, Dövrü. diskretlik, kütləvilik, nəticəvilik. Dövrü. Xətti. Xassəsinə aiddir, deyir. Hə, ona nəticəvilikdir. Növü neçə dənə idi? Xətti, budaqlanan, dövrü. Dövrü. Bəs təsviri sulu neçə dənədir? 4 dənə. 4 dənə. Sözlə, Alqoritm, alqoritmik sözlə, dillə, cədvəllə, bəli, sözlə, alqoritmik dillə, Blok psevdokodla, sxem. bir də blok sxem. İndi mənə deyin görün. 16-da Y variantı daha öncə vardı ki, mən ilk dəfədir görürəm onu. Əmrlər ardıcıllığının dəyişməsinin mümkünlüyü. Yo, burada da zaten deyir ki, xassələrinə aiddir. Oradakılar heç bir aid deyil. Mən səhv oxudum, üzr istəyirəm. Elə bilirəm Hə. deyir aiddir. Alqoritmin Aid təsvir deyil. üsullarından hansı əyani təsvir üsulu adlanır? Block sxem. Blok sxem. Bəli, ən Əyani. əyani təsvir Blok üsulu sxem, bəli. blok sxemdir. Blok Bəli. sxem. Bəs ən yığcam, ən mürəkkəb, Qalmışım da o yandı. Alqoritmik. Qalmışım. bəli, ən yığcam, ən mürəkkəb təsvir üsulu alqoritmikdir. Biraz Bəs kütləvilik xassəsinin pozulduğu Sözlə təsvir. kiminsə Kütləvilik mikrofonunuz açıq şənlə. qalıb. Nerede? Mikrofonunuz açıq qalıb kiminsə. Hamıda açıldı, yəni kimsə fərqində deyil. Hə, e, kütləvilik xassəsinin bəzən ödəmədiyi hansıdır? Sözlə. Təbii Düzdür? deyil. Bəli, təbii deyil. Niyə? Çünki biz demişik ki,
Biz hər hansı bir Bəli. alqoritmi sözlə ifadə edəndə bunu başqa ölkənin vətəndaşları başa düşməyə bilər. Bəs yalancı kodlar hansı idi? İşarələr, yalancı kodlar. Psevdo kodlar. Psevdokoddur, bəli. Psevdo Ay sağ olun. 17. Alqoritmin sonlu sayda addımlardan ibarət olması alqoritmin hansı xassəsidir? Nəticəli Nəticəli Bəs alqoritmin hər bir addımı qəti və birmənalıdırsa, dəqiq və Müəyyənlik. müəyyənlik. Determinlik. Bəli, determinlik və ya müəyyənlik. Alqoritmin bir addımı bitib daha sonra digər addımı başlamalıdır. Bu nədir? Ardıcıllıq. Yox. Ardıcılı Yox, ilə alqoritmdə diskretlik. kimsən? Diskretlik müəllim, Diskretlik. Diskret. Biri bitib sonra digəri başlamalı. Yəni ki, biri bitib, bax kəsdim bunu. Bu bitdi. Kəsilən Sonra digəri olmalıdır ona görə. başlamalıdır. Diskretlikdir, bəli. Bir nəfər üçün yox, hamı üçün olmalıdır. Ləvlik. Ləvlikdir, bəli. Və Ləvlik. gəldik ən sevimli məsələ tiplərimiz. Bir daha xatırladıram. Bu gördüyünüz modifikasiyalı dövrdür. Dövrə alqoritmin 3 növü var. Ön şərtli, son şərtli, modifikasiyalı. Deməli, bu dövrə alqoritmin 3 növündən yalnız modifikasiyalı dövr idi ki, burada nələrin sayı öncədən bəlli olurdu. Addımların sayı. Addımların sayı öncədən bəlli olurdu. Addım. Yerdə qaldı ön şərtli və son şərtli. Ön şərtlidə yoxsa son şərtlidə dövr bloku ən azı bir dəfə yerinə yetirilir. Hesablama bloku ən azı bir dəfə yerinə yetirilir. Sizcə? Eşitsiz məni? Eşitsiz məni? İnternet Ekran görünmür. getdiyi, bilmirəm, küləkdir yoxsa nədir? Hə, belə sual verirdim ki, dedi ki, dövrlərin sayı öncədən bəlli olan alqoritmin dövrün övrünün modifikasiyasıdır. Bəs hesablama bloku ən azı bir dəfə yerinə yetirilir. Bu ön şərtlilərdir, son şərtli. Son şərtli. Ondadır. Hesablama bloku Necə ən azı ki? bir dəfə yerinə yetirilirsə, son şərtlidədir. O zaman hesablamanı qabağa çıxardırsınız, yerinə yetirilir. Amma hesablama yerinə yetirilməyə bilər deyəndə hesablama çəkirsiniz dala. Onda olur ön şərtli. Bildiniz? Ha, bunu əzbərləməyin, ha, bunu başa düşün. Bax deyirəm, hesablama ən azı bir dəfə yerinə yetirilir. Sizə yetirilirsə hesablama qabağa çıxmalıdır, geri gəlməlidir. Nə oldu bu internetə? Bizdə də zəifdir deyəsən. Ümumiyyətlə, Yağış falan yağır yəqin ona görə. ya yağış, Hə, ya burada- küləkdir. Hə, indi eşidirsiniz? Nə oldu buna? Düzəlmədi. Gəlir indi səsiniz. İndi gəlir mənim səsim. İndi gəlir. Hə, indi baxın, bir daha deyirəm, sonra sualı yenə verəcəm. Əgər hesablama yerinə yetirilir deyirsə, hesablamanı sizə qabağa çıxartmalıyıq, geri çəkməliyik. Qabağa. Qabağa çıxartmalıyıq. Ay sağ olun, qabağa çıxart. Bəli. O zaman bu ön şərtli olur, son şərtli. Ön şərtli. Yox, özü çaşdırmır. Hesablama qabağa çıxıbsa bu son şərtli Son olmalıdır. şərtli. Baxın, burada bir şərt bloku var. Bir hesab bloku var. Əgər hesablama yerinə yetirilirsə, hesablama çıxır qabağa, şərt keçir arxaya. O zaman bu nə olur? Son şərtli.
Yox, deyir ki, hesablama yerinə yetirilməyə də bilər. O zaman hesablama keçir arxaya. O olur ön şərtli. Başa düşdünüz? Mən əslində belə əksini də yadda saxlamaq. Ön şərtlidə şərt arxada olur, son şərtlidə şərt öndə olur. Ön şərtlidə şərt öndə olur. Son şərtlidə ilə şərt sonda olur. Prosta siz Biz hesablamağı də elə tuta bilirsiniz. deyirdik də, ön şərtlidə şərt öndə olur. Hesablamağı tutmursunuz. Baxın, bir daha deyirəm. Burada ya şərt Hə, bloku var, ya hesab bloku. Deyir ki, hesablama ən az bir dəfə yerinə yetirilir. Bax, təsdiq cümləsidir. Hesablama yerinə yetirilir. Hesablama keçdi qabağa. Onda nə keçir dala? Şərt. Şərt. Onda olur son şərti də yerinə yetirilir ən az bir dəfə. Amma deyir hesablama yerinə yetirilməyə də bilər. Onda Ön hesablama şərtli. dala. Onda olur ön şərtli. Bildiniz? Müəllim, Bəli. son şərtdə hesab bloku axırda olmur ki. Son şərtdə hesab bloku əvvəldə olur. Birinci şərt birinci hesab gəlir, sonra şərt gəlir də, hə müəllim? Bəli, bu hansıdır? Hansı növdür bu? Son şərt. Bu son Son şərt. Son Yəni şərt. hesablama ən az Bəli. bir dəfə yerinə Son yetirilir. şərtlidir. Bəs bu ikinci hansıdır? Ön şərtli. Ön şərt. Ön şərtdir. Bax, Bax tərəfdəki alqoritmdə göstərilib də müəllim. bəli. 20. Ən azı, bəli orada da var. Ən azı bir dəfə yerinə yetirilir deyirsə, bu olur son şərtli. Son şərt. Hesablama qabaqdadır, bax görsən. Ən azı Hə. bir dəfə yerinə yetirilir, bu son şərtlidir. Amma yerinə yetirilməyə də bilər deyəndə onu çəkirsiniz dala. Bu olur ki, ön şərtli. Oldu. İnkar cümləsi varsa, cavab ön şərtlidir. Təsdiq cümləsi varsa, cavab son şərtlidir. Əslində Elə- müəllim, ön şərtlidə şərt öndədirsə hesablama ikinci olmalıdır. Yəni məntiqlə də götürə bilərik də. Son şərtdə də şərt ikincidirsə hesablama birdir də onda. Ümumiyyətlə şərt bloku özü mənfi hal yaratmır. Yaradır. Yerinə yetirilməyə bilərsə, yerinə yetirilməyə də bilərsə, inkar şəkilçisi ilə bərabərdir şərtə. Bu olur ön şərtli. Ön şərt. Yerinə yetirilə bilərsə, onda inkar yoxdur da şərt geridədir. Bu olur son şərtli. Bir də yadda saxlayın. Yəni mamə varsa şərt qabaqdadır. Yoxdursa şərt arxadadır, yəni son şərtli. Nəsə biz bura hardan gəldik ya? Bu tez qalıb. Adil müəllim. Bəli. Adil müəllim, bu alqoritm dərsinin video yazısı var. Hardan baxa bilərəm? Var. Mən sizə göndərərəm. Zəhmət olmasa. İndi gəldik bura modifikasiyalı dövrdə. Burada həmişə birinci bizim başlanğıc, ikinci Sonra bitdiyimiz son, yer, üçüncü isə Sonrası addım. Addım. Bəli, indi qulaq as. Deməli 9-dan başlayıram. Mənfi 2 geri qayıdıram. Bax 9-dan 2 qayıtdım geri 7. 7. Bir də 2 qayıtdım gəldi 5. 5. 5-i keçə bilmərəm çünki son addım 5. Bir daha deyirəm. 1 başlanğıcı, 2 sonu, 3-cü yerdə duran addımı bildirir. Yəni deyir ki 9-dan 5-ə 2 qayıt. Bunu yazdıqdan sonra tabii bununla işiniz yoxdur. Bunu silirik. Düşürük indi aşağı. Götürürəm birinci i-nin birinci, yəni 9 qiymətini. Götürək bunu. Görək nə deyir. A vurulsun B. A 3'tür B 2. A'nı 3'ü 2'ye vuranda cevap verir 6. Plus i'nin birinci qiyməti plus B. Yəni 2 təzə. Cavab verir neçə? 17. Bax bu B-nin qiyməti daha. Əvvəlki qiyməti sildik. Qalxdıq yenə yuxarı. Bu dəfə götürür 7-ni. Yenə A vurulsun B. İndi A 2-dir 17-dir. Yox daha doğrusu B 2-dir yoxsa 17. 17. 17. Ay sağ ol. İndi B yəni daha doğrusu A 3 vurulsun B. Yəni 17. 51. Üstə gələk i-nin ikinci qiyməti 7. Üstə gələk yenə B 17. 58 bu da 17 edir 75. Təzən yenə qalxıram yuxarı. Bu dəfə 5-i götürüb düşürəm aşağı. Yenə A yəni 3 vurulsun 75 eləyir 225. Üstə gələk 5. i yəni 5 üstə gələk 75. 75. Cavab verir 305. 305. Düz tapmısınız? Bəli. Hansı Yazmışsınız. variantdır? Var, yazmışıq. Bəli, Ne bəli. variantıdır? Bəli.
Göstərilən blokun alqoritmik qrafik təsvirində təyinatı dördbucağı nədir? Hesab bloku. Hesablama bloku. A variant əməliyyat hesablama bloku. Bəli. Bəs bu nədir? Şərt. 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 Başqa adı nədir bunun? Şərt. Müqayisə Seçmə. bloku. Müqayisə Müqayisə. məntiqi. Bəli. Məntiqi. Məntiqi. Bəs bu nədir? Tam çəkə Sonuç bilmirəm. çapləməsi. Çap. Çapdır, bəli. Əslində bu Çap. yazılıb belə deyil, bu belədir. B Bu yazdı B. çapdır, bəli. Bəs bu paraleloqram. Son şərt. Yox. Verilənlərin Yox, daxil edilməsidir. Daxil edilməsi. Daxil edilməsi, daxil edilməsi. Sonra bunu da bayaq gördünüz, altı bucaqlı. Modifikasiya. Modifikasiyalı və ya dövr Modifikasiya, bloku. modifikasiya. Həm modifikasiyalı, həm də dövr bloku. Yəni ona görədir ki, dövrlərin sayı burada əvvəlcədən bəllidir. Bəs Bir dənə də bu, işarə var idi. Çox da istifadə olunmurdu. Alt alqoritm. Alt var bəli, şeylərdə. alt alqoritm əvvəlcədən təyin olunmuş əməliyyatları yerinə yetirmək üçündür. Yenə if funksiyası. X4'dür, Y olur 2 vuraq 4, çıxaq 4. D variantı. 4. Dörd. X Y-dən kiçikdir? Yox. Xeyr. X-də 4. O zaman birincini yox, 4 ikincini üzrə hesablayırıq. 8, 12. X plus 8, yəni 4, 4 6. plus 8, 12. Böl 2, 6. X olur, daha sonra Y olur 6, X olur X olur 4. 4. Dəyişmir. X olur 4. Yəni. Bir də səbirli olun, yeni link göndərim sizə. Nə qədər?